Salam əziz dostlar, növbəti videoda xoş gördük sizi. Bugün sizə maraqlı bir psixoloji effektdən danışacağım. Zeigarnik effektindən danışacağım. Zeigarnik effekti nədir? Zeigarnik effekti ümumi olaraq bir hadisənin yarımçıq qaldığı zaman insan beyninə takılıb qalması effektidir. Yəni, siz bir hadisəni bitirdiyinizdə zehin konkret olaraq həmin hadisəni silir, xatırlamır bitirdiyiniz üçün. Amma bir hadisə yarımçıq qaldığına görə beyniniz hər zaman onu xatırlayır və o sizə diskomfort verməyə başlayır. Bu psixoloji effektdən həyatınızın hər anında qarşılaşa bilərsiniz. Hər hansı bir işiniz yarımçıq qalsa beyninizə taxılır. Bir oyun oynayırsınızsa, oyun firmaları sizin oyunlarınızı bitirdiyinizdə orada faiz yazılır ki, 45%-ni oyunlarda bitirdiniz, 48%-ni bitirdiniz, 95%-ni bitirdiniz. Yəni o yarımçıqlıq hissini sizə ötürürlər. Və yaxud da seriallara baxırsınız, seriallarda eyni ilə. Yəni film bir seriyası, bir bölümü bitdiyi zaman axırında elə bir sual işarəsi yaradaraq bitirirlər ki, siz gələn seriyaya qədər onu gözləyəsiniz və ya növbəti seriyada baxmağa cəhd eləyəsiniz. Və bəzən olur ki, bütöv bir sezona bir dəfəyə baxırsınız. Halbuki zamanınız, işləriniz var, amma oradan qalxa bilmirsiniz. Bax, bütün bunların hamısı Zeigarnik effektidir. Yəni insan beyni bir hadisəni yaşadığı zaman, onu tamamlamadığı zaman beyin açıq qalır. O dosya açıq qalır və insanı diskomfort hesab edir. Ona görə də əziz dostlar, həyatınızdakı narahatçılıqların böyük bir bölümünü, böyük bir hissəsindən qurtulmaq istəyirsinizsə, başladığınız işi bitirin. Başladığınız işi tamamlamağa çalışın. Tamamlayın, onu yarımçıq qoymayın. Çünki yarımçıq qaldığı müddət ərzində beyninizin alt şuuruna gedib oturacaq o yarımçıqlıq duyğusu. Daim sizi diskomfort eləyəcək. Yəni siz diskomfortu konkret olaraq həyatınızda özünüz bilinçli bir şəkildə, şuurlu bir şəkildə çəkmiş olacaqsınız. Ona görə də narahatlığınızın qarşısını almağın birinci şərti Zeigarnik effektini diqqətə alın. Başladığınız işləri bitirin.